Salam aleykum uşaqlar, necəsiz və ya necədir? Uşaqlar, deməli bugün başıma nə hadisə gəlib? Bugün cümə günüdür. Cümə günü indi hər gün məscidə gedirik. Bu cümə günləri əsasən möminlər daha çox gedirlər də məscidə namaz qılmağa. Bugün cümə günü günorta vaxtı getmişəm Sədrək Ticarət Mərkəzindəki məscidə. İşdən dükandan çıxıb getmişəm məscidə ki namaz qılmağa. O da ki günorta vaxtı cümə günləri xutbədə edirdi, yəni xutbə olduğuna görə biraz namaz uzun çəkir. Daha çox xutbədən sonra namaza başladıqlarına görə vaxt uzun çəkirdi. Yəni azan vaxtından sonra verilmir, biraz gec verilirdi yəni. Mən biraz gec getdim də, həm vaxtla əlaqədar çatdıra bilmədiyimizə görə ona görə gec getdim. Yəni xutbəyə qala bilmirəm. Prosta çox gec getdim də. Sünnələr namazını qılıb qurtarmışdım. Mən o vaxtda gəlib çatdım. Neysə həmin vaxtı deməli mən namazımı qılıb qurtardım. Gördüm o sünnələrin namazın başına duran ki bəs başda namaz qılan indi piş namaz deyirlər nəsə həmin adam başladı xalçalara yığmağa, sağ olsun da. Gördüm ki belə ehtiyatla oralar dedi ki bəs ehtiyatla bəs səliqəli şəkildə yığın. Onların da ki indi onlarla bir yerdə sünnələr də həmin onun bir yerdə namaz qılanlar başladılar onu yığmağa. Neyse orada da bir nəfər namaz qılırdı. Bir dənə kişi idi. Namaz qılırdı amma ayaqlarını qoymuşdu. Həmin o yaşıl biz alnımızın möhürünü ki qoyuruq xalça. Yaşıl xalça var ya, naziyini çoxu bilir. Həmin xalçanın üstünə ayağını qoymuşdu. Həmin xalça da yığılır. Neysə mən də qayıtdım ki bəs o xalçanı yığmağa kömək eləmək üçün. Getdim yaxınlaşdım ki bəs kömək eləyim. Xalçalar çox düzülüb cümə günü deyən. Xalçalar çoxdur orada. Həmin yaşıl xalçalar çox düzülüb. Qatdıya gedirik ki ora çatmışam. Mən qayıtdım ki bəs əmi zəhmət olmasa biraz qabağa dura bilərsiniz. Bəs xalçanı biz yığırıq. Qayıt ki çöndü belə ki ya insan namazdasan da sən. Çöndü belə. Hələ bura çatmağa çox var. Dillənmədim. Mən bəs biraz qabağa durun. Namazını qurtarmışdı da, oturmuşdu. Bu elə belə oturmuşdu, bilmirəm niyə. Deyəm bir də zəhmət olmasa qabağa dura bilərsiniz. Belə çöndü, belə əsəbi sifətini heç nə demədi, çöndü belə. Heç nə demədim mən də. Həmin xalçanı yığa. Elə ki onun yanındakı bir dənə o xalça qalmışdı. Mən bu tərəfdəki xalçanı yığırdım, o xalça qalmışdı. Yığa qayıtdım dedim, Əuzubillahimineşşeytanirracim. Bax bu sözü işlətdim, inanın ki. 2 dəfə bax bu sözü işlətdim. Bilmirəm, indi Allahın bir təsadüfüdür. Yəni bunu əslində mən kadra çəkmək istəyirdim. Prosta həmin mən istəyirdim video çəkim. Prosta içimdən gəldi. Amma nəsə bilmirəm, nəsə çəkmədim. Amma həmin moment bax 2 dəfə Əuzubillahimineşşeytanirracim sözünü işlədəndən sonra gördüm həmin adam 2 dəfə ki ikinci dəfə Əuzubillahimineşşeytanirracim bu sözü işlədəndə gördüm insan sıxlaşdı, durdu qabağa. Bayaqdan bəlkə 3-4 dəfə demişdim ki, tərpənmirdi. Bu sözü işlətdim, içdən belə, yəni hiss elədim də belə necə deyim, biraz kinli kimi oldum da, bildin necə. Amma ki kinimi çıxarmam, biraz elə bir insanam ki, indi məni tanıyan bilir ki, məndə belə bir xasiyyət var ki, mən içimdə kin olanda fərqi yoxdur ya, harda olur olsun, mən o kini çıxardıram da, yəni nətər gəldi insana sözümü deyirəm. Cümləmi necə lazımdır işlədirəm. Sadəcə burada mən biraz səbirlə davrandım və içimə saxladım. İçimdə saxladım, demədim. O sözü deyəndən sonra ki, yəni Əuzubillahimineşşeytanirracim, belə bir sözü möhkəm yox, asta səslə dedim. Sanki hiss elədim ki, bax inanın ki, qarşımda oturan, indi bilmirəm, indi belə kimisə haqqına girmək kimi də olmasın, amma içimdə belə bir hiss elədim ki, yəni bəlkə də şeytan insan cisminə girmiş bir şeytan idi, yəni. Yəni belə bir hiss elədim də, yəni ki, həmin adam o cümlədən sonra keçdi qabağa. Belə sifətdə səncə belə necə deyim, yəni bir mömin sifəti elə olmamalıdır, yəni ki, yəni belə əsəbi ilə belə baxasan, sən namazdasan, ibadətə gəlmisən, yəni cümə günüdür, laf cümə günü olmasın, fərqli gün olsun, namazdasan da Allahın evindəyik biz. Sən gəlmisən bura ibadət eləməyə. Yəni fərqi nədir ki, sünnə, şiə, hamımız bir qardaşıq. Biz yəni belə deyim də, nə bilim, indi mənim dindən çox da anlayışım yoxdur, amma ən azından ibadətimiz, namazımız şükür Allaha, əlhamdülillah ki, yəni çalışırıq qaydasında olsun. Sən qayıdıb deyəsən, yəni bu hərəkətdən sonra həqiqətən də mən inanırsınız, yəni belə qəribə oldum. İstədim ki, bunu sizlə paylaşım ki, yəni belə bir şey olub, yəni normal bir şeydir yoxsa necə. İstədim bunu sizlə paylaşım. Sağ olun, özünüzdən müğayət olun inşallah.